Salam əziz və dəyərli izləyicilər. Deməli, bu üçüncü mövzunun, yəni kvadrat köklərin üçüncü bölməsi olan kəsirlərin ixtisarı, ifadələrin sadələşdirilməsi və ədədi qiymətin tapılması. Bu mövzunun 3 hissəyə böldük, çünki misalları genişdir dediyimiz kimi, yəni izahları genişdir, mürəkkəb misallardır. Video vaxtları uzun olmasın deyə onları 3 hissəyə böldüm. Dedim birdən tam çəkərəm, YouTube birdən. Yəni, ola bilər ki, YouTube'a yüklənməz videomuz. Yəni, sonra heyif olmasın. İndi 77-ci sualda qalmışıq. Başlayaq. 77. 77-ci sualda bizə verib ki, m və n natural ədədləri üçün m n-dən böyükdür və bu ifadə verilib, m kvadrat üstəgəl n kvadratı ifadəsinin qiymətini tapın. Əvvəla üstlərində 2-də 1 görmək, onu başa düşək ki, m üstəgəlsin n, 2-də 1 odur ki, yəni kök altında n plus n. Bərabərdir, kök altında 13 vurulsun. Üstündəki ifadənin işarəsi mənfidirsə, bu 1 bölünsün, yəni tərsi deməkdir. Kök altında m çıxılsın n-dir. Biz burada da 1 yazsaq, bunları çarpaz vursaq, onda olacaq kökün altında m üstəgəl n vurulsun, kökün altında m çıxılsın n. Bərabərdir kök altında 13-ə. Burada kökləri birləşdirsək, m üstəgəl n ilə m çıxını bir kökün altında vursaq, olacaq m kvadratı çıx n kvadrat. Bərabərdir kök altında 13. Hər tərəfi kvadrata yüksətsək, kvadratla köklər bir-birini aparar, qalar m kvadratı çıx n kvadratı bərabərdir 13. İndi biz m-i n tapmalıyıq ki, onların kvadratlarının cəmini tapaq. Bunun üçün qaydamız vardır ki, kvadratlar fərqi sadə ədəddirsə, onda elə bunu hasil şəklində yenidən göstərib, 13-ü də 13 vur 1 kimi göstərsək, toplamaya böyük ədədi verəcəm, çıxmaya isə kiçik ədəd. Yəni 2 ədədin hasili 13-dürsə, 13 vur 1 kimi göstərirəm. Bu kvadratlar fərqində 2 mötərizəni, yəni 2 ifadənin hasili kimi göstərir. Onda burada n çıx n-imiz 1-i ifadə edir, m üstəgəl n-imiz də 13-ü ifadə edirsə, sistemi alıb toplayıram. Olur onda 2m bərabərdir 14, m də bərabərdir 7. M-i 7 tapdıq. N-i tapmaq üçün 13-dən 7-ni çıxarıq, o da olar 6. Vəssalam, bizdən də kvadratlarının cəmini soruşurdu. Onda olacaq 7-nin kvadratı üstəgəl 6-nın kvadratı. 49 üstəgəl 36, o da bərabərdir 85-ə. Cavabımız oldu C variantı. 78-ci sual. 78-ci sualda birinci şərtə baxırıq ki, x böyük bərabər 1 verilir. Biz də bilirik ki, şərt adətən modullar üçün verilir. Deməli, birinci ilə modulu görürük ki, burada 2 çıx 3x kvadratı verilib. 1-i gətirib yerinə qoysaq, olacaq uşaqlar 2, baxın burada. 2 çıx 3 bərabərdir mənfi 1. X-ə məsələn 2 qoysaydıq, yəni 1-dən böyük də qoya bilərik, bərabər də qoyaq. 2 qoysaydıq, 2-nin kvadratı 4, 4-ü 3-ə vuranda, burada 4, 3-ə vuranda 12, 2-dən 12 çıxanda mənfi 10. Yəni 1 və 1-dən böyük ədədlər qoyanda modulun içində mənfi alınır. Və qaydamız var ki, əgər modulun nəticəsi, yəni qiymət qoyandan sonra nəticə mənfi alınırsa, içəridə olan həmin ifadənin mənfisi çıxmalıdır. Və yaxud da deyirdik ki, içəridəki, yəni çıxma olanda onların yerini dəyişirik. Həmişə böyükdən kiçik çıxmalıyıq. Burada da baxırıq ki, qiymət qoyanda ikinci hədd birinciden böyük olur. Yəni 2 üstəgəl, orada 2 çıx 3x kvadratı yazıbsa, biz 3x kvadratı çıx 2 yazırıq. Deyirdik ki, yerini dəyişirik. Belə bir sözlə istifadə edə bilərsiniz. Amma əslində deyirlər işarəsini dəyişirik. Burada da 3x çıx 2 yazaq hələ ki. 2-lər getdi, qaldı burada 3x-in kvadratı bölünsün, 3x çıxılsın 2. Bu belə. İndi biz bu kökü də sadələşdirək. 9 3-ün kvadratıdır. Sonra 4x üstü mənfi 2 isə deməli 2
bölünsün. Əslində 4x üstü mənfi 2 nə deməkdir? Yəni, burada bunu sadələşdirək. Bir dəqiqə. Sadələşdirək. Demək, 9 çıx 12 böl x. Ədədin üstü mənfi 10 tərsidir. Plus 4 bölünsün x-in kvadratı deməkdir. Bu da 3. 9 3-ün kvadratıdır. Çıx 4 böl x kvadratda 2 böl x-in kvadratıdır. Burada da biz bunu yazsaq, kökün altındadır. Fikir verirsiniz, ifadə kökün altındadır. Kökün altında yazsaydıq bunu, kvadratla kök ixtisar gedəndə həmin ifadə yenə də modulun içində çıxmalıdır. Çünki demişik, cüt dərəcəli kökləri modulda çıxartmalıyıq. Həmin şərti indi burada nəzərə alaq. X 1 olsaydı, məsələn, 1 qoyanda 3 çıx 2, belə olur, 3 çıx 2 böl 1, 3 çıx 2 olur 1. X-ə 2 versəydik, məsələn, 3 çıx 3-də 2. Yəni, hər dəfə sıfırdan böyük ədəd alınır. Yəni, müsbət ədəd alınır. Müsbət alınanda bunun yerini dəyişmirik. Elə 3 çıx 2 böl x kimi saxlayırıq. Və burada 3-ün altına 1 atırıq. Ortaq məxrəc x gətirsək, bura x tamamlayıcılıq kimi, bura 1 yazsaq, yuxarıda olur 3x çıx 2. Buradan da bunu aldıq. Demək, birinci almışdıq 3x kvadratı böl 3x çıx 2, baxın yuxarıda. Vur, indi aldığımız 3x çıx 2 bölünsün x. 3x çıx 2-lər gedir, x-in biri gedir, qalır 3x. 3x də A variantı. 79-cu sual. 79-cu sualda uşaqlar fikir verin, həm kök var, həm də köksüz ifadələr var. Bu tip misallarda çalışın, köksüz ifadələrdə köklüyə gətirin ki, ondan sonra işləmək rahat olsun. Demək, kök x üstə gəlinsin 1, yuxarıda yazılıb, o heç. Aşağıda bax, x var ya, bu x. Bu x-i biz kök x-in kvadratı kimi yaza bilərik. Yazırıq onda, kök x-in kvadratı var, yanında bir dənə kök x var. Kök x-in kvadratına vuranda olacaq kök x-in kubu. Üstə gəlinsin. Bu x-i də yenə kök x-in kvadratı kimi yaza bilərik. Kök x-in kvadratı və üstə gəl kök x. İndi burada böl yazıb biz vur yazaq, yerini dəyişək, 1 aşağı yazaq. İndi bu x kvadratı. X-in özü kök x-in kvadratıdır. Üstündə də kvadrat var. Onda olacaq kök x-in üstündə 4. Çıx kök x bərabər. Deməli, biz aşağıda baxırıq ki, kök x-i mötərizə xaricdən çıxarda bilərik. Qalacaq kök x-in kvadratı plus kök x plus 1. Yuxarıda da kök x üstə gəl, 1 hələ ki yazaq. Vur. Burada da yenə kök x-i çıxarsaq, qalacaq kök x-in kubu minus 1 bərabər. Kök x-lər ixtisar getdi. Sonra baxırıq ki, bu kök x minus 1-i buradakı 1-ə bir dənə kub əlavə edə bilərik. Ki, müxtəsər vurma düsturuna oxşasın. Onda bu düstura görə, kublar düsturuna görə yazarıq. Kök x minus 1, kök x-in kvadratı plus kök x vur 1 plus bir də 1-in kvadratı. Bölünsün 1. Vur, bu birisi kəsirdə yenə yazaq. Kök x üstəcə 1. Bir də kök x-in kvadratı üstəcə kök x üstəcə 1. Buradan görünür ki, mötərizələr, yüksəkdə olan mötərizələrimiz eynidir. Bunlar ixtisar getdi. Aşağıda 1 qaldı, yəni məxrəc yazmasaq da olar. Surətdə isə birinci kəsirdən kök x plus 1 qaldı. İkinci kəsirin surətindən isə kök x minus 1 qaldı. Bu da kvadratlar fərqinə görə kök x-in kvadratı minus 1-in kvadratına. Burada da kvadrat kök aparır, olur x, 1-in kvadratı 1. Cavab olur x minus 1, 79-da cavab olur C variantı. 80-cı sual. İfadəni sadələşdirin. 80-cı sualda burada qoşmasına vuraraq işləmək olar. Çünki kökdə bölük irrasionallıq var. İrrasionaldan azad edə bilərik. Ya da elə bir dəfəlik bunları ortaq məxrəclə gətirə bilərik.
Demək, yazaq belə. 2 bölünsün, 1 üstə gəlinsin, x plus 1 plus 2 bölünsün, 1 çıxılsın, kök altında x plus 1. Bunlara ortaq məxrəc 1 plus 1 minus olduğuna görə hər ikisini istifadə eləməliyik. Yəni məxrəcləri ortağa gətirmək üçün ən asan yol məxrəcləri bir-birinə vurmaqdır. 1 çıxılsın, kök altında x plus 1. Tamamlayıcı vuruq kimi birinci kəsirin məxrəci ikincinin surətinə tamamlayıcı vuruq kimi gedir. İkinci kəsirin məxrəci isə birincinin surətinə belə tamamlayıcı vuruq kimi yazılır. Sonra bu tamamlayıcı vuruğu hər dəfə 2-yə vururuq. Tamamlayıcı vuruqları. 2-ni 1-ə vurduq. 2. 2-ni kökə vursaq, çıx 2 kök altında x plus 1. Üstə gəlinsin. 2-ni 1-ə vursaq, 2. Üstə gəlinsin. 2 kök altında x plus 1. 2 kök altında x plus 1'lər gedir. 2-nin üstünə 2 gəldi, 4. Aşağıdakı ifadə isə bizə kvadratlar fərqinə görə 1-in kvadratı çıx, kök x üstə gəl 1-in kvadratını verir. Bu kvadratda kökü aparanda qalır 1 çıxılsın, mötərizədə x plus 1. Bunu da açsaq, olacaq 1 çıxılsın x, çıx 1 olacaq. Çünki mötərizənin qarşısında mənfi var. Bu birlər də islah gedər, qalar 4 bölünsün mənfi x. Bu da mənfini kəsin qabağına atsaq, mənfi 4 bölünsün x deməkdir. Cavab olur B variantı. 81-ci sual. 81-də ifadəni sadələşdirin. Baxaq görək. Burada birinci kökümüz mürəkkəb kökü xatırladır. Hansı ki, A üstə gəlinsin 2 kök altında B formasında verilən mürəkkəb kökü. Biz elə 2 ədəd tapırdıq ki, cəmi A versin, hasili isə B versin. Bu MN-ləri tapandan sonra deyirik, bu ifadə kökən plus kökənə bərabərdir. Və yaxud da çıxmasıdırsa, onun modu da qeyd edirdik ki, yəni böyükdən kiçik çıxmalıyıq. İndi 81-də baxarıq ki, kök altında 5B üstə gəl 4 yazılıb. Qaydaya görə, baxın, ikinci kökün qabağında 2 olmalıdır. Bu 2 olmaq üçün də mən 80-ı 4 vur 20 kimi parçalasam, onda olacaq 4-dən 2 çıxacaq, olacaq 2, kök altında 20B qalacaq. Çıx, kök altında 5B var. İndi bu hissəmiz mürəkkəb kökə oxşuyur. Biz elə 2 dənə ədəd tapmalıyıq ki, yəni M üstəgə N tapmalıyıq ki, cəmi bu ifadəni versin, yəni 5B üstə gəl 4 versin. Hasili isə kökün altındakı 20B-ni versin. Buradan elə görsənir ki, 5B ilə 4-ün özüdür. Yəni, həqiqətən də 5B ilə 4-ü vuranda 20B alır, toplayanda da elə 5B üstə gəl 4 alır. Yəni, mənim M-im 5B-dir, N-im də 4-dür. İndi burada belə yazırıq ki, bu ifadədən dedik ki, sonda nə yazmalıyıq? Kökən üstə gəl kökən. Mən burada çıxı pozum. Toplam olanda toplamasını yazırıq. Yəni, həmin bu M ilə N-in kök altı cəmlərini yazmalıyıq. Kök altında 5B, üstə gəl kök altında 4, minus kök altında 5B də orada özü vermişdir. Kök 5B-lər gedər, 4-dən də çıxar 2. Deməli, bizdə bu ifadədən bu ifadə alınır və çıx kök 5-i B-ni də yazırıq. Ondan sonra 5B-lər gedəndə qalır cavab 2. Burada cavabımız olacaq Y variantı. 82-ci sual. İkinci sualda 2M-in artıq bizə müxtəsər vurma düsturunun oxşadığını bildirir və dedik ki, kök altı ifadə varsa, o biri dəyişənlərdə kök kimi göstərməliyik.
Yəni əslində mən buradakı m-in, baxın uşaqlar, kök m-in, bir dəqiqə, buradakı m-i kök m-in kvadratı, n-i kök n-in kvadratı kimi göstərə bilirəm. Yəni kökü yazıramsa, kökün dərəcəsi neçədirsə, həmin qüvvətin də dərəcədən də qüvvətə yüksəldirəm. Onda elə çıxır ki, bu misal oxşayır kök m-in kvadratı plus kök n-in kvadratı plus 2 kök m-in. Bu da bizə birinci böyük kökü yazaq. Bu da bizə imkan verir ki, belə yazaq. Kök m üstəgəl kök n-in kvadratı. Aşağıda isə kök m minus kök n-in kvadratı. Bu kvadratlarla köklər gedəcək. İfadələrimiz modulda çıxacaq. Modulda olacaq. Kök m üstəgəl kök n. Aşağıda isə modulda kök m çıx kök n. Modulda olmağının səbəbi cüt dərəcələrin ixtisar olunmağıdır. Bərabərdir 2 verir. Bizdən m böl n-i soruşur. İndi biz burada şərt verib ki, m n-dən kiçikdir. Məsələn, m də 0-dan böyükdür. 0-dan böyük 1 verək. N də m-dən böyükdür. Tutaq ki, 2 verək. Əsas çıxma hissəsini yoxlayaq, görək ki, yerini dəyişək ya yox. Yerinə qoysaq, kök altında m-ə 1 vermişik, çıx, n-ə də 2 vermişik. Birdən də 2 çıxanda mənfi alınır. Mənfi olanda dedik ki, nə eləməliyik? Yerini dəyişirik. Yerini dəyişirik. Yəni olur, kök m plus kök n-dən işimiz yoxdur. Aşağıda olur, kök n çıx kök m. Ki, mənfi alınmasın deyə. Məsələn, bunu yazandan sonra 2-nin altına 1 atırıq. Bunları çarpaz olacaq. Demək, 2-ni vuranda olacaq demək, əvvəlcə kök m üstəgəl kök n-i yazaq. 1-ə vuranda, baxın, çarpaz belə vurur. Birinci 1-ə vurdum. Bərabər eləyəcəm, indi 2-yə vururam. 2 kök altında n çıx 2 kök altında m. Bu 2 kök altında m getsə bura olacaq. Kök m üstəgəl 2 kök altında m. 2 kök n qalsın. Bu da bura keçəndə çıx kök n olacaq. Olacaq 3 dənə kök m bərabərdir kök n-ə. Bizdən də soruşur m bölünsün n-i tap. Onun üçün bizə köksüz formada soruşduğuna görə biz bunun hər tərəfini kvadrata yüksəldək ki, kökdən azad olaq. Olur onda 9m bərabərdir n-ə. M bölünsün n-i soruşursa, n-in də yerinə 9m qoya bilirik. N-in yerinə 9m qoysa, m-lər gedər, qalar 9-da 1. Cavabımız da olar C variantı. 83-cü misal. Bu ifadənin qiymətini tapın. Deməli, biz bu ifadənin qiymətini tapanda baxaq görək ki, necə işləyə bilərik. Birinci suala baxırıq ki, köklərimizin dərəcələri ikisi də 6-dır. Dərəcə eynidirsə, o zaman biz bir kökün altında bunları vura bilərik. Vuranda da fikir verin, x çıx 3-dən burada 4 dənədir. Digər kökün altında isə x çıx 3-dən 2 dənədir. Vuranda üstlər toplanılır. 6 dərəcədən olur x çıx 3-ün üstü 6. Vur. X çıx 2-dən də burada 2 dənədir. Digər kökün altında 4 dənədir. Olur yenə də x çıx 3 üstü 6. Sonra biz demişdik ki, əgər kökləri dərəcəsi ilə mötərizə üstü qüvvətdə ixtisar oluna bilirsə, ixtisar edirik. Baxırıq ki, hər ikisi 6 ilə ixtisar gedir. Ayrı-ayrı mötərizələrin hər birini kökün dərəcəsi ilə qarşılaşdırırıq. Burada alınır. Burada üzrlü sayın 3 yazmışam, 2 olmalıdır. Demək, oldu modulda x çıx 3 vurulsun, modulda x çıx 2. Çünki ifadəmiz cüt dərəcəli idi. Cüt dərəcələr ixtisar gedəndən sonra nəticə modulda çıxır. O da bərabərdir. İndi bunları vuranda adi 2 hədinin 2 hədiyə vurulması kimi modulda x kvadratı çıx 2x çıx 3x üstəgə 6. Yəni bu da o demək ki, bir dəfə x-i x-ə vururuq, bir dəfə mənfi 2-yə vururuq. Sonra 3-ü x-ə vurduq, sonra mənfi 3-ü mənfi 2-yə vururuq. Burada alındı x kvadratı çıx 5x üstəgə 6. Bərabərdir. Bəs bundan sonra necə davam edirik? Baxırıq ki, şərtdə bizə verir ki, x kvadratı çıx 5x-in yerinə 8 qoyulmalıdır.
Gətirik bizdə də burada x kvadrat çıxıb 5x alınır. Bunun yerinə 8 qoyuram. Olur 8 üstəgə 6. Bu da 14. Cavabımız 14 olur. 84-cü sual. Eyni bundandır. Bunu da işləyə baxalım necə alınacaq. 7 dərəcədir. 7 dərəcədən x çıx 4-dən burada 5 dənədir. Buradan 2 dənədir. Olacaq x çıx 4 üstü 7. X çıx 2-dən burada 2, burada 5'dir. Yenə də x çıx 2 üstü 7. 7'lər gedəndən sonra ifadə adi halda x çıx 4 və x çıx 2, yəni adi mötərizədə çıxır. Çünki dərəcəmiz təkdir. Bununla vurub açanda x kvadrat çıx 2x çıx 4x mənfi 4-də mənfi 2 alırsa üstə gəl 8. Olur x kvadrat çıx 6x üstə gəl 8. Yenə gəlib baxırıq ki, x kvadrat çıx 6x-in yerinə 1 qoymaq lazımdır. Onda x kvadratı çıx 6x-in yerinə 1 qoyuruq. 1-in də üstünə 8 gələndə bərabərdir 9. 85-ci sual. İfadənin qiymətini tapmalıyıq. Yenə də baxırıq köklərin dərəcələri eynidir. Eyni dərəcəli kökləri birləşdirib bir kökün altında deməli 4 çıx 2 kök 3, bir dəfə də 4 üstə gəl 2 kök 3-ü yazırıq. Aşağıda da kök 2 var. Demək yuxarıda olur 4 dərəcədən. Bu da bizə kvadratlar fərqi düsturuna görə 4-ün kvadratı çıx 2 kök 3-ün kvadratını verir. 4-ün kvadratı 16 eləyər. Çıx 2 kök 3-ün kvadratını tapmaq üçün 2-nin kvadratı 4, kök 3-ün kvadratı 3. Buranda 12. 16-dan da 12 çıxanda 4 eləyir. 4 dərəcədən 4. 4 dərəcədən 4 də 4'ü də biz 2'nin kvadratı kimi göstərsək, kvadratla 4 getsə, qalacaq kök altında 2. Aşağıda da kök altında 2 var. Kök 2'ni kök 2'yə böləndə cavab olacaq 1. 86. Bu da eynisidir. Bunu özünüz işləyərsiniz. 87. 87'də dərəcələr eyni deyil. Birinci onu eyniləşdirməliyik. Birincisi 6'dır. Buna işimiz yoxdur. İkincisi isə 3'dür. 3'ü 6'ya gətirmək üçün biz dərəcəni 2'yə vurmalıyıq. Dərəcəni 2'yə vuranda içəridəki ifadənin qüvvətinə kvadrat əlavə edirik. Yəni dərəcəni 2'yə vursaq, içəridəki ifadəni həmin qüvvətə gətirməliyik. Onda olur 6 dərəcədən 9 üstə gəl 4 kök altda 5'i yazırıq. Vur. 3'ü 2'yə vurduq 6 dərəcədən. İndi biz burada kök 5 çıx 2'nin kvadrata yüksəltməliyik. Kök 5'in kvadratı 5 çıxılsın. 2 vurulsun. Bakın burada yazarlar 5 çıxılsın. 2 vurulsun. Kök 5 vurulsun 2. 2AB üstünə görə. Plus 2'nin kvadratı o da 4. Bu da bizə verir 6 dərəcədən 9 üstə gəl 4 kök 5. Elə ikisi də 6 dərəcə olduğuna görə bir dəfəlik birləşdirirəm. Vur, bir dənə mötərizə açıram. Burada 5 ilə 4'ün cəmi 9 verir. Burada da 2'ni 2'yə vursaq 4 alınır. Yəni olar 4 kökdə 5. Və görünür ki, bu da kvadratlar fərqi düsturuna gəldi. 9'un kvadratından çıxmalıyam 4 kök 5'in kvadratını. 9'un da kvadratı 81. 4 kök 5'in kvadratı 4'ün kvadratı 16. Kök 5'in kvadratı 5. O da eləyir 81 çıx 80 kök altında 1. Cavab olur 1. 88 də bunun kimidir. Bunu yazaq yenə də 6 dərəcədən 7 çıx 4 kök 3. Yəni adətən bu tip misallarda qoşması yaranır. Yenə 6 dərəcə gətirmək üçün bunu 2'yə vururuq. Bu içəridəkini kvadrata yüksəldirik. Kvadrata yüksəldəndə olur A'nın kvadratı 3 plus
2 vurulsun kök 3 vur 2. Üstə gəl 2'nin kvadratı 4. Hər ikisi də artı olduğuna görə bir dənə kök yazıram. Bu olur 7 çıx 4 kök 3 vur. Bu da 3 ilə 4 toplasam 7. 2'ni də 2'yə vursam 4 kök 3. Göründüyü kimi yenə kvadratlar fərqi yaranır. 7'nin kvadratından 4 kök 3'ün kvadratını çıxmalıyıq. 7'nin kvadratı 49. 4'ün kvadratı 16 vur 3 48. 49'dan 48 çıxsaq 1. Burada mən dərəcəni yemişəm, yuxarıda 6'ları yazmamışam. 6 dərəcədən 1 də bizə 1 verir. Bu sualın cavabı oldu 1. 89. X-i bizə verib, ifadənin qiymətini tapmağı soruşur. Əvvəla biz ifadədən görürük ki, 89'da x üstə gəl kök 3'ü yazaq. Digər ifadəmizi yığsaq, bu x çıx 3'ün kvadratı deməkdir. Gətirib indi x-i yerinə qoysaq. Birinci bax x-in yerinə, x-in və bu x-lərin yerinə qoyaq. X-i bizə 3 çıx kök 3 verir. Yazırıq 3 çıx kök 3 üstə gəl kök 3 vurulsun. Bu bir x-i yerinə qoysaq, yenə də 3 çıx kök 3'ü yazırıq. Bir də yanında çıx 3 var. Bax, yerinə qoyduqlarımız bulardır. Yəni biləsiniz, qalanlar olduğu kimi qalır. İndi burada baxırıq kök 3'lər gedir, burada 3'lər gedir. Qaldı 3 vurulsun. Digər mötərizlə mənfi kök 3 üstündə kvadrat var. 3 vurulsun. Kvadrat da mənfini müsbətə çevirir. Kökü də aparır. Qalır müsbət 3. 3'ü də 3'ə vursaq 9. 90-cı sualda eyni bunun kimidir. X üstə gəl kök 5 vurulsun. Bu birisi də x çıx 5'in kvadratıdır. İndi mən sizə burada xüsusi göstərəcəm. Bax, qırmızı ilə yazdığım x-lərin yerinə 5 çıx kök 5 yazacağım. Qalanların göy göstərəcəm. Ki onu hiss eləyəsiniz. Burada çıx 5'i yazaq. Burada üstə gəl kök 5'i yazaq. İndi bu x-in yerinə verdiyi 5 çıx kök 5'i yazıram. Həmçində burada x-in yerinə 5 çıx kök 5'i yazıram. İndi daha aydın görsəniz ki, kök 5'lər gedir, 5'lər gedir, bərabərdir. Burada 5 qaldı, digərində isə mənfi kök 5 və üstündə kvadrat qaldı. Bu da 5 vur, kvadrat mənfini müsbət edir, kökü də aparır, qalır sadəcə 5. 5 vur 5 olur 25. Sonra 91-ci sual. İfadəsinin qiymətini tapmalıyıq. İndi biz bunu vurğulara ayırıb da eləyə bilərik. Başqa da bir dəfəlik yerinə qoyub da işləyə bilərik. Yəni özümüzdən asılıdır işləməyimiz. Tutaq ki, birinci asan versiyanı seçsək, yerinə qoyuruq. 91. Deyir ki, x-imiz 2 üstə gəl kök 5'dir. X burada var, bir də burada var. Bir dəfə həmin ifadənin kvadratı, yəni 2 üstə gəl kök 5'in kvadratı çıx 4 vurulsun. Yenə x-in yerinə 2 üstə gəl kök 5, bir də üstə gəl 3 yazarım. Burada kvadrata yüksəltsək, müxtəsər vurma düsturuna görə 4 plus 2 vur 2, 4, 4'ü kök 5'ə vursaq 4 kök 5. Üstə gəl kök 5'in kvadratı 5 minus. Burada 4'ü 2'yə vurdıq 8. Minus olduğuna görə içəridəki işarə dəyişir, o da olur minus. 4'ü kök 5'ə vursaq 4 kökdə 5. Plus 3 bərabər. Burada 4 kök 5'lər gedir. Qaldı 4'ün üstünə 5 gəlsək 9, 9'un üstünə 3 gəlsək 12. 12 burada çıx 8 də var. Cavab oldu 4. Yerinə qoyma. Digər versiyada belə demək istəyirdim. İndi kimə istəyərsə elə də işləyə bilər. X kvadrat çıx 4x üstə gəl 3 verilib. Viet teoreminə görə cəmi 4 verən, hasil 3 verən ədədlər 3 ilə 1. Bu da bizə x çıx 3
x çıx 1 verər. X-i gətirib yerinə qoysam, bir dəfə 2 üstə gəl kök 5 çıx 3 olar. Bir dəfə 2 üstə gəl kök 5 çıx 1 olar. Bu da bizə 2-dən 3 çıxanda mənfi verir. Olur kök 5 çıx 1 olacaqdır. Burada isə kök 5 üstəgəl 1 olacaqdır. Bu da kvadratlar fərqinə görə 5 çıx 1 verəcəkdir. Cavab olacaqdır 4. Yenə eyni cavaba gələcək. Bu da ikincisi. 92 də eynisidir. Yerinə qoyarsınız ya da viyyətdən istifadə eləməklə. 93. A-nın hansı qiymətində bu kəsri ən böyük qiymət alır? Əvvəla kökə çıx 5 yazıram. Aşağıda da A-nı kökə kimi yazsaq, bu kök A-nın kvadratı deməkdir. 25 də 5-in kvadratıdır. Yəni, sanki kök A-nın kvadratı çıx 5-in kvadratıdır. Buna da müxtəsərə görə bir dəfə kökə çıx 5, bir dəfə də kökə plus 5 yazsaq. Kökə minus 5-lər getsə, 1 bölünsün kökə plus 5 alınır. Kəsrin ən böyük qiymətini tapın. Kəsrin ən böyük qiyməti məxrəcin ən kiçik qiymətində alınır. Məxrəcin də ən kiçik qiyməti kökə ən kiçik. Burada bizə sual nə verib? A-nın hansı qiymətində? Aya da kök altı ifadə cüt dərəcəli kökdür deyə ən kiçik qiymət 0 ola bilər. Ki, qəzanda olacaq 5-də 1, o da 0-da 2. Amma bizdən qiyməti soruşmur. A-nın hansı qiymətindədir? A-nın 0 qiymətində. Burada A-nı soruşuna görə 0 götürür cavab olaraq. 94 də demək olar ki, eynidir. Yuxarıda kökə çıx 4 yazılır. Aşağıda da A-nı kök A-nın kvadratı kimi yazsaq, 16-nı da 4-ün kvadratı kimi yazsaq, yenə kökə çıx 4 və kökə üstəgəl 4 kimi yaza bilirəm. Bu çıxmalar gedəndə 1 bölünsün kök A üstəgəl 4 kimi yaza bilirik. Yenə bizə deyir ki, kəsrin ən böyük qiyməti alır, amma A-nın hansı qiymətindir? Yenə məxrəci ən kiçik eləyən kökdür. Kökdəki burada 0 olur. Ən kiçik A-mız 0 verər ki, məxrəc daha kiçik olsun. A-nı böyütdükcə artıq məxrəc böyüyəcək. Onda kəsrin qiymətdə kiçiləcək. Bizə isə ən böyük soruşduğuna görə A gələk ki, ən kiçik 0 olar. 95-ci sual. 95-də bu tip misallardan çox işləmişik. Köklü verib köksüz soruşur. Buna əvvəl başa düşək ki, köksüz y əslində budur. Kök y-in kvadratı üstəgəl 1 bölünsün kök y-in kvadratıdır. Yəni, biz bu kvadratları almaq üçün biz birinci verilən ifadədən hər iki tərəfini kvadrata yüksəltməliyik. Onda olacaq y çıx 2 vurulsun kök y vur 1 böl kök y üstəgəl 1 böl kök y-in kvadratı y bərabərdir 2-nin kvadratı 4. Bizə lazım olan bu ikisini solda saxlayırıq. Y üstəgəl 1 böl kök y, 1 böl y saxlayırıq. Kök y-lər gedir. Burada mənfi 2-ni 1-ə vursaq, mənfi 2. Sağa da atsaq, 4 üstəgəl 2 olacaq. O da olacaq 6. Cavabımız 6. 96-cı sual. 96-da isə bizdən köklərdir. Baxırıq ki, məxrəclərində köklər var. İrasionaldan azad edib işləyə bilərik, ya da ortaq məxrəc gətirərik. Ortaq məxrəc üçün də dedik ki, kəsirləri bir-birinə vurmaq daha məsləhətdir. Deməli, 3 çıx kök x aşağıda yazılır, bir də 3 üstəgəl kök x. Birinci kəsirin sürətinə 3 üstəgəl kök x yazırıq. Digərinə isə 3 çıx kök x yazırıq. Yuxarıdakını siləyik. Və baxırıq ki, biz 3 üstəgəl kök x-i sürətdəki 3 üstəgəl kök x-ə vuranda alınacaq orada 3 üstəgəl kök x-in kvadratı. Kəsirlər arasında minus var. Yenə də digər sürəti tamamlayıcı vurğuğa vuranda 3 çıx kök x-in kvadratı alınır. Çünki eyni ifadəni eyni ifadəyə vurmuş oluruq. Burada yuxarıda alınır 9 üstə gəlinsin
6 kök x üstə gəl x çıx. Burada qabaqdakı çıxı nəzərə alaraq işarələr dəyişəcək. Olacaq 9. 2-ni çevirdi 6 kök x vuranda 6 kök x amma plus olacaq. Çünki qabaqda mənfi var idi. Və kök x-in də kvadratı müsbət edir, amma biz mənfi x yazmalıyıq. İşarəni dəyişməliyik. Aşağıdakı ifadə də bizə verir kvadratların fərqini, yəni 9 çıx x verir. 3-ün kvadratı 9-dur, kök x-in kvadratı x-dir. İndi görə yuxarıda nələr gedir? Yuxarıda gedəcək 9-lar, x-lar, qalacaq yuxarıda 6 kök x, aşağıda isə 9 çıx x. İndi biz nə almışıq, baxaq. Daha doğrusu yuxarıda 6 qalmır. 6x-in 6x olan 12 qalır. Şöyle sayın, 12 kök altında x. Gəlirik ki, biz bunu tapmışıq. Biz bunu hesablamalıyıq. Bizə verilən şərtdə isə başqa bir şey var. Gəlin belə eləyək. Buradan hər ikisində olan ifadə kök x da var, 9 da var, x da var. Gəlin bu x-i sağa ataq. X-i sağa atanda olacaq 9 çıx x bərabər 2 kök altında x. Həmin 9 çıx x-in yerinə 2 kök altında x əvəzləməsi yerinə yetirir. Yəni yuxarıda olacaq 12 kök altında x. Aşağıdakı bu 9 çıx x-in yerinə oradan tapdığımız 2 kök altında x-i qoyaq. Kök x-lar ixtisar gedir. 12 ilə 2 gedir. Cavab qalır 6. Eyni də 97 belə olacaq. 97-ni özü işləyəcəksiniz. 98-ə baxaq. Ədədin tam hissəsini tapmalıyıq. Kök altında 6 üstə gəlinsin, 2 vurulsun. Burada kvadratla kök gedir. İfadə modulun içində çıxır. Modulun içində çıxan ifadə əgər baxırıq ki, mənfi nəticə verəcəksə, bunların yerini dəyişirik. 1 çıx kök 3, yəni 1,7 çıxırıq. 1-dən 1,7 çıxırıq təqribən. O da mənfi 0,7 verir. Nəticə mənfi olacaqsa, onda biz bunların yerini dəyişirik ki, modulun nəticəsi həmişə müsbət olmalıdır. Yəni 2 vur, 1 çıx kök 3 yox, kök 3 çıx 1 yazırıq. Bunu açsaq, sadələşdirsək, olur 6 üstə gəlinsin 2 kök 3 çıx 2. Bu da bizə verir 4 üstə gəlinsin 2 kök 3. Sonra burada da yenə mürəkkəb kök düsturuna görə cəmi 4 verən, elə 2 ədəd seçirdik ki, cəmi 4 versin, hasili isə 3 versin. Yəni bu 2-yə baxmırıq. Bu 2 həmişə burada olmalıdır 2AB düsturuna görə. Əsas biz birinci ədədə baxırıq, bir də ikinci kökün altındakı ifadəyə. Cəmi birinci ədədə verilməlidir, hasil isə ikinci kökün altındakı ədədir. Bunlar da bizdə 3 ilə 1-dir. Tapdığımız o ədədləri köklərin içində ayrı-ayrı. Kök 3 və kök 1 kimi yazırıq. Kökün altında toplaması bizə toplama yazırıq. Çıxma olsaydı çıxma yazardı. Oldu kök 3 plus kök 1. Və 1. İndi biz burada nə yazır? Ədədin tam hissəsini tapın. Kök 3 təqribən 1,7 deyək. Üstə gəlinsin, burada 1 deyək. Toplayanda 2,7. 2,7-nin də tam hissəsi olacaq 2. 99. Bu ifadə 2 olarsa, bu ifadənin qiymətini tapın. Elə bilin bizə fərqi 2 verib, cəmini soruşur. Eyni ifadələrdə ama. Birinci ifadəni yazsaq, demək, kök altında a kvadratı üstə 21 çıx a kvadratı üstə 5 bərabər 2. Bizdən isə soruşur, a kvadratı üstə 21 topla a kvadratı üstə 5. Yəni fərqini verib, cəmini soruşur. Biz də soruşduğu ifadəyə bir x yazsaq, belə
yəni ifadələr, qeyri-adi ifadələr soruşanda bir ona x yazdım. Bundan qabaq da belə bir misalımız var idi. Bu bizə nəyi xatırladır? Bir dəfə fərqli, bir dəfə cəmi kvadratların fərqi düsturunu. Amma orada kvadratlar fərqində, yəni a çıx b, a plus b-ni vurmaq lazımdır ki, biz burada kvadratların fərqini alaq. Elə bu düsturdan çıxış edərək biz yuxarıdakı ifadəni aşağıdakı ifadəyə vuraq. Vuranda deməli alınacaq birinci ifadənin kvadratı, yəni a kvadrat plus 21-in kvadratı çıx kök altında a kvadrat üstəgəl 5-in kvadratı. Çünki kvadratlar fərq edir. Həmçində sağ tərəfdə də 2-ni x-a vurmalıyıq. Burada kvadratlar kökü aparır. Qalır a kvadratı üstəgəl 21 çıx. Bu çıxa diqqətli olun ki, növbəti işarəni dəyişəcək. A kvadratı çıx 5 bərabər 2x. Burada da a kvadratları gedir. 21-dən 5 çıxanda 16. 16 2x-ə bərabərdirsə, x də bərabərdir. 16-nı 2-yə bölərik 8. Biz də bu ifadəni soruşurdu. Bu ifadəyə də bir x demişdik. Baxın burada. X-də nə tapdıq? 8. Cavabımız oldu 8. 100-cü sual. Bu ifadənin qiymətini tapmalıyıq. Burada baxırıq ki, ikisinin bir-birinin əlaqəsi var. Sağda b-nin kvadratı da var. Soruşduğu ifadədə. Solda isə b kvadrat yoxdur. Demək ki, burada kvadrata yüksəltmə olmalıdır. Kvadrata yüksəldəndə də çalışın köklü ifadəni təkləyəsiniz. Yəni, buradan kök b-ni saxlayaq. B çıx 3-dən ötürək sağ tərəfə. Olacaq 3 çıx b. Hər iki tərəfi kvadrata yüksəltsək, olacaq b bərabərdir. Demək, 3 kvadratı 9 çıx. 2-ni 3-ə vurdıq 6, b-yə də vurdıq 6b, üstəgəl b-nin kvadratı. Burada alırıq ki, b kvadratı, bu b-ni də sağa atacaq. Çıx 6b var idi, birini də çıx gətirdik, yazaq burada 6b çıx b, üstəgəl 9. Demək, alındı, bizdə bərabər 0. İndi burada b kvadratı çıx 7b, gəlin belə eləyək, 9-u sağa ataq, mənfi 9. Elə əvvəldən də eləyə bilərik bunu. Deməli, b-ni sağa atdıq, 9-u da sola ataq. Olsun, mənfi 9. Məsələn, burada əvəz etməliyik ki, b kvadratı çıx 7b-nin yerinə mənfi 9 qoymalıyıq. Bizdən soruşduğu ifadədə həmin bu ifadənin 2 qatı var. Fikir verirsiniz, 2b kvadratıdır. Oradan 2-ni çıxarsaq, qalacaq b kvadratı çıx 7b, üstəgəl 29. O da bərabər 2 vurulsun. B kvadrat çıx 7b-nin yerinə mənfi 9 yazıram, üstəgəl 29. 2-ni mənfi 9-a vursam, mənfi 18, üstünə də 29 gələndə nisbət 11 alınır. 101-ci sualda bunun kimidir, onu da yazaq. Biraz yəni yeni tipli suallardandır. Kök 6 a-nı yenə burada təkləyirik. Yazırıq. Kök a bərabərdir. Mənfi 2-ni sağa atdıq, a-nı da sağa atdıq. Hər iki tərəfi kvadrata yüksəltdik. Oldu a bərabərdir. 4 çıxılsın 4a, üstə gəlinsin a-nın kvadratı. Müxtəsər vurma düsturlarına görə. Burada yenə də a-nı sağa atıram, 4-ü sola atıram. Demək olur a kvadratı çıx 4a, a keçir sağa çıx a olur, 4 də sola keçir mənfi 4 olur. Onda alınır ki, a kvadratı çıx 5a bərabərdir mənfi 4. Bu əvəz etməni yadda saxlayıram ki, a kvadratı çıx 5a-nın yerinə mənfi 4 yazmalıyıq. Gəlirik, məndən soruşulan ifadədə 3-ü ortaq çıxardıram. Qalır a kvadratı çıx 5a, üstəgəl 25. O da bərabər 3 vurulsun. A kvadrat çıx 5a-nın yerinə mənfi 4 yazıram, üstəgəl 25. 3-ü mənfi 4-ə vuranda mənfi 12, üstəgəl 25. O da bizə 13 verir. 102-ci sual. İfadənin mümkün həqiqi qiymətini tapın. X mümkün qiymətini tapın deyəndə əvvəla biz bilməliyik ki, kökə şərt verməliyik ki, kök
bilirik ki, böyük bərabər 0 olmalıdır. Yəni içindəki ifadə həmişə müsbət olmalıdır. Birinci kökə, çünki şərt vermirsə, şərti özümüz qoymalıyıq. 2x çıxı 6 böyük bərabər 0. 2x böyük bərabərdir 6. X də böyük bərabərdir 3. İkinci kökdə 12 çıx 4x böyük bərabər 0. Bu mənfi 4x-i sağa atsaq, 4x kiçik bərabərdir 12. X də kiçik bərabərdir 12-ni 4-ə bölsə 3. Deməli, 3-dən kiçik bərabər olmalıdır və 3-dən böyük bərabər olmalıdır. İkisini ödəyən yalnız bir ədəd var 3. Demək ki, bu tənlikdə x-ə yalnız 3 qoymalıyıq. Başqa bir ədəd ödəmir. 3 qoysaq, deməli, birinci kökümüz 3 qoyanda olur 0, üstə gəl. İkinci kökə 3 qoysaq 0, üstə gəl. 12 vur 3, bölünsün. Aşağıda da x-in yerinə 3 qoyuruq, 3 çıx 1. Bu da bizə bir 36 böl 2 bərabərdir 18. 103-cü sualda eynisidir. Yenə 4x çıx 16-ya böyük bərabər 0 şərti veririk. X böyük bərabər olur 16 böl 4. X də böyük bərabərdir 4-dən. Həmçində 20 çıx 5x-i də şərt veririk ki, böyük bərabər 0 olmalıdır. Mənfi 5x sağa keçir, müsbət 5x, kiçik bərabər 20. X də kiçik bərabərdir, 25-ə bölsək 4. Yenə biri deyir ki, 4-dən özə bərabəri var, içini dolduruq. Biri deyir 4-dən böyük olsun, biri deyir 4-dən kiçik olsun. Kəsişmə olmadığına görə yalnız 4 götürülür. Yəni x-ə yalnız 4 verə bilərik. 5 versə 1, məsələn, ikinci kök mənfi olar. 4-dən kiçik 3 versək, birinci kökümüz mənfi olar. Ona görə diqqət edin. X-ə 4 verəndə yenə birinci köküm 0, ikinci köküm də 0 olur. Olur 0 üstə gəl 0, üstə gəl 14 vur. X yenə 4 qoyuruq. Aşağıda da yenə 4 çıx 2. 14 4-ə vurduq. 56 aşağıda 2 yazanda 28. 104-cü sual. İfadənin qiymətini tapın. Burada birinci kökdən artıq görürük ki, bu mürəkkəb kökdür. Bunu sadələşdirək. 9 üstə gəl 2 kök altında 14. Yenə deyirəm, mürəkkəb kök üçün uşaqlar mütləq ki, bu içəridəki kökün qabağında 2 durmalıdır. Bu 2-nin bizə heç bir yəni hesablamada təsiri yoxdur. Sadəcə qayda olaraq bu 2AB-nin ikisi burada dayanmalıdır. Bu varsa əgər, onda deyirik ki, elə 2 ədəd götürməliyik ki, cəmi 9 versin, hasildə 14 versin. Bu da 7 və 2-dir. 7 ilə 2-ni tapandan sonra bunları ayrı-ayrı 7 kök 2 kimi yazırıq. Bundan sonra yazaq belə mötərizənin içində. Demək, mürəkkəb kökün yerinə kök 7 plus kök 2 yazdıq. Kök 8-də 4 vur 2 deməkdir. 4-dən də çıxacaq 2 kök altında 2. Vur, bu da kök 7 plus kök 2-ni hələ ki yazaq. Buradan aldıq birinci mötərizədən ki, kök 7. Bu kök 2-dən 2 kök 2 çıxanda qalır bir dənə mənfi kök 2. Çünki kiçikdən böyük çıxırıq. Vur, bir də digər mötərizəni yazmalıyıq. Bu da kvadratlar fərqinə görə kök 7-nin kvadratı çıx, kök 2-nin kvadratını verir. Kvadrat da kökü apardığına görə 7 çıx 2 alınır. Nəticədə cavabımız 5. 105-ci sual. 105-də bizə 2 dənə kök verilib. Bizdən kökün altında bunların hasilini soruşur. Bu hasili yaratmaq üçün uşaqlar nə etməliyik? Hasil ümumiyyətlə 2 ifadənin, 2 dəyişənin hasili adətən müxtəsər vurma düsturunda a kvadrat plus 2ab plus b kvadratı, yəni ya da çıx 2ab. Yəni orada müxtəsər vurma düsturuna görə kvadrata yüksəldəndə onlar vurula bilirlər. Ona görə biz bunlar əvvəlcə kökləri bir tərəfə yazırıq. 7 üstə gəl b. Bu sağdakı kök 11 çıx b-ni sola atanda qarşısında işarə mənfidir. Sola keçəndə olur. Üstə gəl kök altında 11 çıx b. Bərabər 9-u hələ ki saxlayaq. Dediyim kimi hər iki tərəfi kvadrata yüksəldək. Kvadrata yüksəldəndə görün nə alınır. Alınır kök 7 üstə gəl b-nin
kvadratı üstə gəl 2ab, yəni 2 vurulsun kök 7 plus b vurulsun kök 11 çıx b plus bir də kök 11 çıx b-nin kvadratı bərabərdir 9-un kvadratı 81. İndi burada kvadrat kökü apardı, qaldı 7 üstə gəl b, üstə gəl 2 vurulsun. Bunları bir kökün altında yazsaq. 7 üstə gəl b, 11 çıx b, üstə gəl kvadrat kökü aparır 11 çıx b bərabərdir 81-ə. Burada da göründüyü kimi b'lər islah olunur. Bu köklünün ifadəni hələ ki saxlayaq. 2 kök altında 7 üstə gəl b, 11 çıx b bərabərdir 81 yazıram. Deməli, burada 7 qalıb, bir də 11 qalıb. 7-nin üstünə 11 gələndə 18, sağa keçirsək çıx 18. 81-dən 18 çıxanda 63. 63 və biz kökü tapmalıyıq. Kök altında 7 plus b vur 11 çıx b-ni tapmaq üçün fikir verin, qarşıda hələ 2 var. Ona görə biz 63-ü həmin 2-yə bölməliyik. 63-ü 2-yə böləndə olur 31 tam, onda 5. Belə. Maraqlı sualdır. O 106 da eynisidir. Yenə sağa keçirəcəksiniz. Sonra 3 misalımız qalıb, 4 misalımız. Yaxşı, bunları qoy yazaq. 4 dənə misalımız qalıb, yekunlaşırıq. Yenə də kök altında, biraz qələmimi nazikləşdirim. Qələmin də rəngini biraz açaq. Demək, oldu. Kök altında 13 çıx a üstə gəlinsin, kök altında 6 plus a bərabərdir 7. Yenə deyirəm, bu mənfi kökünü atıram, sol tərəfə müsbət kök olur. Sonra hər iki tərəfi yüksəldirik kvadrata. Olur 13 çıx a üstə gəlinsin, 2 vurulsun. Kökün altında 13 çıx a-nı vururuq 6 plus a-ya. Üstə gəl, digər kökü kvadrata yüksəldəndə yenə qalır a-dir, 6 üstə gəl a. Çünki kök kvadratı, kvadrat kökü aparır. 7-nin kvadratı 49. Buradan a-lar getdi. Qaldı 2 kök altında 13 çıxa vurulsun 6 üstə gəl a bərabərdir 49-u yazaq. İndi burada 13 ilə 6-nı toplasaq 19 çıxırıq 19-u 49-u 19 çıxanda 30 onda kök altında 13 çıx a vurulsun 6 üstə gəl a bərabərdir 30-u bölərik 2-yə cavab olar 15. 107. Demək, burada yazmadım. Bu 15 oldu. Bu 31 tam 15 oldu. Bizdə belə bir ifadə verilir ki, 3-ə bərabərdir. Sonra bu ifadənin qiymətini tapın. Bu ifadənin qiymətini tapmaq üçün biz bunu biraz sadələşdirməliyik. Deməli, uşaqlar, burada verilən ifadəni vurub açmaq heç işimizə yaramayacaq. Görək, bunların hər ikisində eyni nə var? Eyni qeyri-adi belə bir ifadə var. Baxın, burada 4 dərəcədən a var, burada 4 dərəcədən a var. Bəlkə əvəz etmə eləyək. Bu mənfidir qabağındakı işarə. Bunu sağa ötürək. 3-ü də sola ötürək. Yəni, olacaq belə. Kök altında a 3 getdi sola, çıx 3 bərabərdir. Bu 4 dərəcədən a-da keçdi sağa. Yəni, mən 4 dərəcədən a-nın yerinə kökə açıq 3 yaza bilərəm. Gətirib onu da yerinə qoysaq, olacaq kökə çıx 3. Sonra davamlı yazaq. Kökə üstə gəl 3. Vur a üstə gəl 9.
Çıx A-nın kvadratı bərabərdir. Burada müxtəsər vurma düsturu alındı. Bir dəfə çıxma, bir dəfə toplaması. Onda olacaq kök A-nın kvadratı çıx 3-ün kvadratı. Bu da bizə verir A çıx 9. Buradan A çıx 9 aldıq. A çıx 9. Vur, davamını yazsaq. A üstə gəl 9. Çıx A kvadratı da burada var idi. Bunlar yenidən kvadratlar fərqinə görə olacaq. A kvadratı minus 81. Bir də minus A kvadratında yazaq. A kvadratları gedər, qalar mənfi 81. Rahat sual imiş. Dosta bir dənə o hissəni görmək lazımdır. 108 də eynisidir. Yenə baxın 4 dərəcədən B var. İndi bu qabağında işarə mənfi deyə sağa ataq. Olsun 4 dərəcədən B bərabərdir. 5-i də sola atanda olacaq kök B çıx 5 olacaq. Gətirib yerinə qoysaq, əvəz eləsək, olacaq kök B çıx 5. Vur, davamını yazırıq. Kök B üstəgəl 5. Vur. B üstəgəl 25. Çıx B-nin kvadratı. Burada da bunlar verir bizə kök B-nin kvadratı çıx 5-in kvadratını. O da olur B çıx 25. Davamını yazırıq. B üstəgəl 25 çıx B-nin kvadratı. Bu ikisi də bizə verir B kvadratı çıx 625 çıx B-nin kvadratı. B kvadratları da belə getdi. Mənfi 625. Mənfi 625 və sonuncu 109-cu sual. Demək olar ki, mövzumuzu nəhayət bitirdik. N 15 olarsa bu ifadənin qiymətini tapmalıyıq. Yəqin ki 15-i yerinə bir dəfəlik qoymarıq. Çünki bizə çətin gələr. Biraz sadələşdirməliyik. Necə sadələşdirək? Görürük ki, yuxarıda 4-ü çıxarda bilirik mötərizə xaricinə. 4-ü çıxartdıq. Qaldı mötərizədə n kvadratı üstə gəl n üstə gəl 124-ə böldük 30. Aşağıdan. Burada uşaqlar baxın kökün altında ya da burada yazım. N kvadratını çıxartsaq, çünki üçünə də 4-dür, 3-dür, 2-dir, üstü kiçik olanı çıxardırıq. Qalır n kvadratı üstə gəl 2n üstə gəl 1 qalır. Burada da biz bunu belə yazsaq. Baxın. Bu n kvadratı plus 2n plus 1-in n plus 1-in kvadratı kimi, müxtəsər vurma düsturu kimi yığmaq olur. Vur, bir də n kvadratı var, kökün altındadılar. Bunlar da köklə ixtisar gedəndə aşağıda qalacaq n vurulsun, n üstə gəl 1. Yuxarıda da 4 vurulsun. İndi biz bunu vurğulara ayırmalıyıq. Kvadrat tənlidir, çevrilmiş kvadrat tənlikdir. Çünki əvzalı 1-dir qarşıda. Onda Viet teoreminə görə cəmi n-in əmsalının, n-in əmsalı da 1-dir, əksini yazırıq. Hasili isə sərbəstdir, 30 yazırıq. Vurması 30 olan, cəmi mənfi 1 olan elə bir ədəd var, belə bir ədəd. Yoxsa yox, baxaq görək. N kvadratı plus 124-ə böləndə 30 edir də. Belə bir ədədimiz vurğulara ayırmaq olmur. Yox, vurğulara ayırmaq olmur. Çünki hasili müsbət fərq cəm mənfi ola bilməz. Elə bunu olduğu kimi saxlayaq da onda. Yazaq ki, n kvadratı üstəgəl n üstəgəl 30. Və yerinə qoyaq n-i 15. Yəni də ən azından biraz sadələşdirmişik. 15 qoysaq olacaq 4 vurulsun. 15-in kvadratı 225. Üstəgəl 15, üstəgəl 30. Aşağıda da yenə 15 vurulsun. 15-in üstünə 1 gəlsə 16. 16 ilə 4 gedər, olar 4. 15-i 4-ə vuranda aşağıda qalır 60. Yuxarıda da toplasaq 225, 15, 240. Üstə də 30 gəlsək 270 edir. Sıfırlar gedər. Qalar 27 bölünsün 6. Bunu 3-ə ixtisarləsək 9 böl 2 qalır. O da 4,5 deməkdir. Belə. Yəni, mən elə bildim, onu da vurğulara ayıra bilərik, amma ayırmadım. Yəni, ayrılmayanda narahat olmayın. Onsuz da qiymət verib, yerinə qoyulub hesablayırıq.
Bu qədər uşaqlar, belə çətin mövzunun da bir sonuna gəlib çıxdıq. İnşallah ki, növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.